Axşamınız xeyirli olsun. Haqqqa 5 4-cü qrupdan biz başlayırıq. Deməli, hansı birləşmə natriumla təsir etdikdə 1,3 dimetil sikloheksan alınmaz? Fikir verin. 1 və 3 deyirsə, radikallar arasında bir karbon boşluğu olmalıdır. Mən isə bunu necə başa salım? Tam aydın olsun. A'ya baxın. A'da görürsünüz ki, bax, CH2 xlora bir dənə baxın. Uşaqlar, CH2 xlora baxın. Mən bura yazıram. Deməli, CH2 xlor. Aşağıda yazıram CH3. Fikir verin. 1, 2, 1, 2, 3, 4, 5, 6. 6 xlor 1-dən, bir də 6-dan çıxdı. Sanki neçə bucaq əmələ gəldi? 6 bucaq əmələ gəldi. Və 6 bucaq əmələ gəldiyi anda fikir verin. Radikal bir buradadır. Bir də radikal mən bura əlavə eləmişəm. Birinci və üçüncü karbon arasına düşür. Bir karbon boşluqda qalır. Deməli, radikalın biri 1-1-ə düşəcəkdir. Bir də uşaqlar 3-ə düşür. Və beləliklə siz buradan 1,3 dimetil sikloheksanı əldə eləmiş olursunuz. Deməli, belə çıxır ki, bizim burada A variantımız doğru fikirdir. Bu deyir alınmaz, amma A'da alınır. İkinciyə baxın. İkincidə də eyni prosesdir. Fikir verin, CH3-ları buradan silək. CH3-ü bax, bura salaq. Fikir verin. Deməli, xlor bir buradan, bir buradan getdi. 1, 2, 3, 4, 5, 6. Yenə sikloheksan alındı. Amma bu dəfə xlorlar qonşu, metillər bağışlayın, qonşudur. Və burada, bir dəqiqə qoyun bunu silək. Və burada gördüyümüz kimi metillər artıq yan-bayan düşəcəkdir. Yəqin siz mən nə demək istədiyimi başa düşdünüz. Və burada 1,2 dimetil sikloheksan alınır. İndi C variantına baxın, yenə metil 1 və 3 arasındadır. İndi bir dənə D variantına baxın uşaqlar. CH3-ün biri deməli bu 1,3 dimetil sikloheksan alınmaz dedikdə biri metilin birini buradadır. İndi burada deməli bax burada biraz səhvliyə yorulu verilibdir. Bax bunu bir dənə düzəliş eləmək lazımdır. Burada da alınmır əslində. Amma əslində C-də də dedi, tabii iki variantın ikisi doğru gəlir. CH3 yenə bura düşürsə, xloru bura yazırıqsa, yenə metillər qonşu olduğuna görə 1, 2, 3, 4, 5, 6 yenə 1,2 dimetil sikloheksan alınır. Amma burada yenə 1,3 dimetil sikloheksan alınır. Deməli, 1,3 dimetil sikloheksan A-dan da alınır uşaqlar. Deməli, C-dən də alınır, Y-dən də alınır. Alınmır bir B-dən, alınmır bir də D variantından. Sadəcə iki variant burada uyğun gəldi. Yəni, nətər deyim, səhv yazılışında, sesin yazılışında səhvlik olubdur. Yəqin ki, mənim nə demək istədiyimi anladınız. Sonra sildik. İndi isə biz sizinlə keçdik. Uşaqlar, deməli, ikinci tapşırığın həllinə. Hansı reaksiya parçalamanı göstərir? Əlbəttə ki, birinci reaksiya əvəz etməyini göstərir. İkinci reaksiya sırf bizə parçalamanı göstərir. Mis oksid, NO2 və oksigen alındığını biz müşahidə eləyirik. Üçüncü reaksiya bizə əlbəttə ki, mübadiləni göstərir. Mis xlor 2 və suyun alınması müşahidə olunur. Üçüncü yenə əvəz etmədir. Dördüncü yenə əvəz etmədir. Deməli, burada yalnız 2 deyəndə D variantını biz artıq burada qəbul etdik. Keçdik üçüncü misalın tapşırığına. Üçüncü misalın tapşırığı necədir? Deməli, bu da suda yaxşı həll olur. Əlbəttə ki, nitratların hamısı suda gözəl həll olur. Eləcə amonium xlorid həll olur. Amma sink ilə reaksiya daxil olması daxil olur. O demək ki, sink o metalı duzundan sıxışdırıb çıxara bilir. Deməli, o metal duzundan məlda sink ilə reaksiya daxil olması sink sıxışdırıb çıxara bilirsə, bu 100% B variantı, 100% D variantı, C variantı deyil. Qaldız bir A variantı arasında, bir Y variantı arasında. Bu duzla parçalandı, 2 dənə oksidləşmə dərəcəsi dəyişirsə, konkret bu Y variantıdır. Çünki quruşun 2 nitrat parçalananda quruşun oksid NO2 və O2 alınır və burada müsbət 4, bağışlayın, müsbət 4 uşaqlar, müsbət 4 0 olaraq 3 dənə oksidləşmə dərəcəsi dəyişir. Quruşun, deməli, müsbət 2-dən, bağışlayın, müsbət 2-yə, azot müsbət 5-dən müsbət 4, oksigen də yenə də mənfi 2-dən 0-a keçir. Deməli, Y variantında 2 elementin oksidləşmə dərəcəsi dəyişdiyini gördük. Bir azotun, bir də oksigenin. Amma gümüş nitratda isə uşaqlar, həm gümüş dəyişəcəkdir, həm azot, həm də oksigen. 3 elementin oksidləşmə dərəcəsi dəyişəcəkdir deyə biz A yox, konkret burada Y variantını qəbul elədik. Variant, yəni bilin ki, Y variantıdır. Aha.
İndi isə yenidən keçdik 4-ə. Hansı iri molekullu birləşmə süni ipək istehsalında istifadə olunur? Süni ipək istehsalında biz təzə bunu keçdik. Triasetil selülozadan istifadə edirik. Bu, deməli, asetat turşusunun selüloza ilə reaksiyasının alınan mürəkkəb efirdir. 3 mol qarışqa turşusu. Qarışqa turşusunu sizinlə parçalayıram. Alınır plus su alınır uşaqlar. 1 moldan deməli neçə qram qarışqa turşusunu qat-sulfat turşusu ilə qızdırmaq lazımdır 3 mol almaq üçün. 1 mol almaq üçün bizə 46 qram qarışqa turşusunu parçalamaq lazımdır. 3 mol almaq üçün isə x. Buradan isə bizim cavabımız 8, 4 dəfə 2 138. Variant A variantıdır. İndi isə keçdik növbəti tapşırığın həllinə. Aha, bir dənə silək bunu uşaqlar. Əla. Gəldik 6-cı suala. Bir benzol verib, deməli bizə burada bir benzol, bir 4 dimetil deməli benzol verir, bir 4 dimetil benzol, yəni paraksilol veribdir. Ümumi üçün eyni olan, hər ikisi üçün eyni olan nədir? Deməli, hər ikisində, deməli, burada bütün karbon atomlar sp2-dir, amma sp3-lərdə 2 karbon atomu sp3 hibrid vəziyyətindədir deyənə, biz biri qəbul eləmirik. Molekulda karbon atomlarsa, burada 6 karbon, digərində 8 karbon, 10 hidrogen var. Əlbəttə, bunu qəbul edə bilmərik uşaqlar. Sonra, molekulda sigma rabitələrinin sayı, deməli, bir də deyir ki, molekullarda sp2 hibrid orbitaların sayı eynidir. Bəli, burada elə bil 6-nı vursam 3-ə 18 hibrid orbitalı var. Nə olsun, burada 2 karbon sp3 hibrid vəziyyətindədir. 6 karbon yenə sp2-dir. Yenə burada da 18 hibrid orbital var. Ona görə biri qəbul edirəm. Bir də ümumi formullar. Hər ikisinin formulu CNH-6-nı bizə verir. Amma 3-cü və 2-ci fikirlər tamamilə səhvdir. 1 və 3 variant C variantıdır. 7-ci sual. Kalium 2S suda məhlul üçün nə doğrudur? Elektrik cərəyanı əla keçirir, bu doğru fikirdir. Qələvi mühit yaradır, bu da doğru fikirdir. Turş mühit yaradır fikir əlbəttə ki, səhvdir. 1 və 2 doğru fikirdir və D variantına gəldik uşaqlar. İndi isə keçdik növbəti tapşırığımızın 8-ci tapşırığımızın həllinə. Deməli, tapşırığın 8-ci hansı reaksiyada üçlü spirt alınır? Gəlin baxaq. Üçlü spirt alınır. Üçlü spirtin alınması üçün bilirsiniz də üçlü spirt necə yazılır? Bax, elə mən burada A variantını bir dəqiqə sizlə nəzərə alım. Baxın, bu mürəkkəb efirdir. Mürəkkəb efirdən nə alınacaq? Bir alınacaq sirkə turşusu, fikir verin uşaqlar. Bir də burada üçlü spirtdir, onsuz da bu spirt. Buradan da alınacaq, deməli, üçlü, baxın, aha, bir dəqiqə. Bir də buradan alınacaq uşaqlar, deməli, üçlü butil spirti. Yəqin başa düşdünüz. Amma indi 2-yə baxın, 2-yə bir dəqiqə diqqətlə qoyun, yaxına tutun. Kalium xlora aparır, OH bura birləşirsə, bu birli spirtdir. Kalium, məsələn, xlora aparırsa, məsələn, OH da onun bölündəki hidrogeni aparırsa, artıq buradan heç spirt alınmır. Spirt A-dan alınır, B-dən alınır. İndi, məsələn, heç D-dən də spirt alınmır. Çünki spirtdə məhlulda əlbəttə alken alınır. Bir dənə qaldı Y variantımız. Buradan da əlbəttə ki, yenə birli spirt alınır. Çünki aldehidlər hidrogenləşəndə birli spirtə çevrilir və burada nə əmələ gəlir? Deməli, CH3, karbon, CH3, CH3 uşaqlar və CH2, OH və beləliklə biz burada deməli üçlü spirt alınır sırf desək, Y-dən birli spirt alınır, B-dən birli spirt alınır, A-dan isə üçlü spirt alınır və doğru variantımız Y variantıdır. Keçdik növbəti misalın həllinə. Növbəti misalımızın həlli X, Y, Z, T eyni dövrdə yerləşir. Bu elementlər əsas yarım qrup elementləridir. Deməli, X elementi hidrogenlə XH3 tipli birləşmə belə gətirirsə, söhbət burada gedir, deməli, 5-ci qrup elementindən. Y elementin sıra nömrəsi özünə ən yaxın təsirsiz qazın sıra nömrəsinin 2 ədəd çoxdur. Təsirsiz qazın sıra nömrəsinin 2 ədəd çox olan Y qələvi torpaq metalıdır. Z elementi birləşmə belə gətirmirsə, bu halogenlərdir. Halogenlər yox, bağışlayın, təsirsiz qazlardır və T elementi isə birləşmədən -4 müsbət 4 isə 4-cü qrup elementidir. Soldan sağa düzək. Soldan sağa düzsək birinci Y başlayır. Ən axıra da yadda saxlayın, 2 Y qabağa qoyursunuz.
Zını da axıra yerləşdirin ki, tam fikriniz, yəni başa düşdünüzsə demək istəyirəm. Qələvi torpaq metalla başlayıb təsiz qazdan qurtarır. Ona görə də Y variantıdır. İndi isə keçdik sizlə deməli 10-cu sualın həllinə. 10-cu sualda oksidlərdir. X turşu vasitəsi oksidlərlə reaksiyaya girmir, duz əmələ gətirməyəndir. Y turşularla reaksiyaya gir, əsaslarla girmir, turşu oksididir. Z turşularla və əsaslarla reaksiyaya girirsə söhbət amfoterlərdən gedir. Duz əmələ gətirməyən maqnisium bax məsəl üçün B variantıdır. Duz əmələ gətirməyən metal oksid, bir də amfoter oksiddən söhbət gedir. Yəqin artıq mənim nə danışdığım sizə tam çatdı. Davam elədik. 11. Karbon və silisiumla reaksiyaya daxil olan maddəni göstərin. Hər ikisindən reaksiyaya daxil olan maddə karbonla da kükürtlə də əlbəttə oksidir. SO2 və CO2 əmələ gəlir. 12. Bunu konkret deyəcəm. Karbon üstə gələk, qatı nitrat, turşu, su. Dəqiq uşaqlar, yer olmayacaq məndə burada. Mən bunu bir dənə təmizləyim və davam edək. Karbon üstə gələk, HNO3, buradan nə alınır? CO2, NO2 və su. Mənim balalarım 0-dan müsbət 4-ə, müsbət 5-dən müsbət 6-ya keçid aldıq. Və burada müsbət 4-ə keçid alanda NO2-nin qabağına 6, HNO3-ün qabağına 6. Artıq NO2-nin mol sayının 6 olduğunu müəyyən elədik. Keçdik digər bir nümunəyə. Kükürt üstə gələk HNO3 alınır H2SO4 uşaqlar NO2 və yenə su. Dəqiq uşaqlar. Su düzəltdik. Aha. Kükürt 0-dan müsbət 6-ya, azot müsbət 5-dən müsbət 4-ə keçir mənim balalarım. Azot müsbət 5-dən müsbət 4-ə keçirsə, deməli kükürt 0-dan müsbət 6-ya keçirsə azot müsbət 4, 5-dən müsbət 4-ə keçirsə 1 elektrondan istifadə eləyir. Biz 6-nı gətirib hara yazmalıyıq? Yenə də NO2-nin qabağına, HNO3-ün qabağına 2-ni 2 yox, hədə 2-ni bunun qabağına yazsaq düzəlir. Yenə burada cavabımız 6 eləyir. Qaldı bir dənə fosforumuz. Fosforda gəlin hamımız köməkli yazağın. Deməli fosfor üstə gələk HNO3. Nə alınır? H3PO4, NO2 və su. Fosfor 0-dan müsbət 5-ə, azot müsbət 5-dən müsbət 4-ə, 5 NO2-nin qabağına, sonra HNO3-ün qabağına, 3, 2, fosfor bir dənə, fosfor bir dənə. Deməli azot, deməli bura mən heç yazmadım, axı 5 yazmalıydım. Yazmadım, çünki 5 azotdan söhbət gedir burada. 12, 12. Hadisə səhvliyə yol vermədik ki biz burada. Deməli 5 azot, fosfor bir dənə, fosfor bir dənə, oksigen 3 ikisi burada. Deməli oksigenə də baxaq, 15 oksigen burada, 4, 4-ün isə 8, deməli 4-ün üstünə 14, bir burada 15 tamamilə doğrudur və axırıncıda nə oldu? 15. Deməli 15 bu qədər. Amma elə bil ki, karbonda biz səhvliyə yol vermişik. Karbonda bu 4 olmalıydı. Bir də üzrlü sayın uşaqlar. Karbonu yazaq. Karbonda bu 4 üzrlü sayın. Bir də yazın baxın. Karbon üstə gələk HNO3. Alınır CO2. Uşaqlar SO2 və su. Bir də üzrlü sayın. Karbon 0-dan karbon müsbət 4-ə keçdi. Və 4 deməli burada azot da elə bil ki, karbon dəqiqə CO2, NO2 su. Azot da müsbət 5-dən müsbət NO2 bağışlayın.
NO2 müsbət 4-ə keçdisə uşaqlar, müsbət 5-dən müsbət 4-ə keçdisə, deməli, bir elektron da burada istifadə elədi. Deməli, 4 bura düşəcəkdir, 1 bura düşür, bir də suyun qabağına 1, 2 düşəcək. 12 oksigen buradadır, ikisi burada 8, 10, ikisi burada 12. Bağışlayın, 4-üymüş cavab. İndi baxırıq, 4, üstə gələk 6, üstə gələk 5. Bunların hamısının cavabı neçə elədi? 15, B variantı. Yəqin ki, başa düşdük. İndi isə silək. Təmiz silək bunu. Bizə mane olmasın. Balalar, getdik. 13-cü sual oksidləşmə hidroksi reaksiyasının tipini müəyyən edin. Deməli, təzədən başladıq. Deməli, mən sizə bir yazım. Baxın, CH4 üstə gələk xlor 2. Baxın, burada CH3 xlor plus H xlor alınır. Fikir versəz, karbon mənfi 4-dən, mənfi 1, müsbət 1, elə bil ki 3-dən 1 çıxanda bir dəqiqə sərgəli yazılmadı uşaqlar. Silim təzdən bir də yazaq. Dəyişən bir karbondur, bir də dəyişən xlordur da. Buna fikir verin. Xlor 0-dan mənfi 1-ə keçdi. Karbon da mənfi 4-dən, mənfi 1, müsbət 1, deməli mənfi 2-yə keçdi. Əgər tutdunuzsa, mənlə danışıramsa, gördünüz 2 dənə müxtəlif elementin oksidləşmə dərəcəsi dəyişdi. Biz buna deyirik molekullar arası. Molekul arası. İkinci, suyun üstünə xlor 2 gələndə, yəni diqqətlə baxın, xlor 2-nin üstünə mən su gəlirəm. H-xlor o alıram. Fikir verirsiniz. Xlor 0-dan həm mənfi 1-ə keçdi, həm də müsbət 1-ə keçdi. Bir aldan 2 ala keçdi. Buna deyirlər disproporsiya. Burada da kalim OH-ın üstünə xlor 2 gələndə, elə bil ki, mən bura kalim OH yazacağım. İndi uşaqlar, qoy bir dənə silim yenə, təmiz olsun. Kalim, bir dəqiqə. Kalim OH-ın üstünə xlor 2 gəlirəm, körpələr. Alıram kalim xlor O və su. Yenə də xlor görürsünüz 0-dan həm mənfi 1-ə keçdi, həm də müsbət 2-də keçdi. Bunlara deyirlər disproporsiya. Digəri yenə də, digərinə də baxaq. Deməli, H-bromun üstünə xlor 2 gələndə, H-xlor, üstə gələk brom alınır. 0-dan, xlor mənfi 1-dən başlayın 0-a, 0-dan mənfi 1-ə. Yenə ki, həm bromda işləm xlor molekullar arası. İşte bu qədər. 1-2 molekullar arasıdır. 1-2 molekullar arası 3-4 disproporsiyadır. Variant B variantı. Davam elədik. 14-cü sual. 14-cü sualda bizə nə deyir uşaqlar? Gəlin. Deməli, 14-cü sualda hansı reaksiyon alınan duz H3PO4 ilə reaksiyaya daxil olur? Buradan nə alınır? Gəlin baxaq. Barium CO3. Üstə su. H3PO4 CO3'ü çıxara bilir. İkinciden kalium HSO4. Deməli H3PO4 SO4'ü çıxara bilmir. Kalium 2S. Deməli H3PO4 S'i çıxara bilir. Barium SO4 H3PO4 SO4'ü çıxara bilmir. Nə 2 nə 4 deyil. Cavab 1 və 3 doğru variantımız olacaq. 1 və 3 yanınıza saxlayın. Keçdik 15'ə. A qram B faizli, A qram, baxın uşaqlar, A qram, deməli, A qram B faizli maddəm var. Məhlulum deməli A qramdır. B faiz qədər də natrium OH-ım var. Və mən oraya əlavə su edərəmsə, məhlul nə dəyişər, nə doğrudur? Alınan halda nə doğrudur? Məhlulun kütləsi indi burada yazılmalıydı. Artır azalır, ona fikir verərik. Məhlulda natrium OH-ın kütlə payı arta bilməz. Təbii ki, axı mən ora natrium OH yoxsa əlavə edirəm. Məhlulun həcmi artar, bir də məhlulun kütləsi artar sözünü götürək. Və ona görə də 1 və 3 doğru variant olsun. Bu da eləsin Y variantı. Davam elədik. 16-cı sual. Allotrop şəkil dəyişməsi var. Metallarla birləşmədə 2-dir. Əlbəttə ki, C variantıdır. 17. 17-ci sualda X buradadır. Deməli, aldehidin üzərinə kuprumo gələndə sirkə aldehidi alınır. Baxın, bir də qoy təmiz silək uşaqlar. Təmiz olsun bura. Və yerimiz də səliqəli olsun.
Buradan deməli nə alınır? Alınır sirkə aldehidi. Bax, alındı mı sirkə aldehidi? Sirkə aldehidin emeri 44'dür. Bax, buradadır sirkə aldehidi. Sirkə aldehidi hidrogenləşəndə alınır spirt. Nə spirti? Baxın, metil spirti. Hansı ki metil spirtin kütləsi 46'dır. Buradan da alınır sirkə turşusu. Hansı ki sirkə turşusunun kütləsi 60'dır. Deməli, belə kütlənin artma sırası ilə düzün. X, belə Z, Y, burada Z olmalıdır. Uşaqlar, burada səhvlik gedib. Z böyükdür Y-dən. Z böyükdür Y-dən. Y də böyükdür X-dən. Mən D variantı deyirəm sizə bunu, yəni bilin. Keçdik digər məsələmizin həllinə. Hidrogen həcmini müəyyən edin. Çox qəşəng sualdır. Mən səni öyrətmişəm. Onun üslubla gedəcəyik. 1 mol hidrogen həcminin artma sırası düzün. 1 mol silisyumdan 2 mol natrum oxidlə reaksiyaya girdikdə 2 mol hidrogen. 1 mol kalsium 2 mol H-klorun reaksiyaya girəndə valentin yarısı qədər 1 mol hidrogen. 1 mol alüminium 3 mol H-klorun reaksiyası zamanı 1,5 mol hidrogen ayrılır. Deməli 1 böyükdür 3-dən. 3 də böyükdür 2-dən və A variantı. Valentin yarısı qədər. Davam elədik. Maddə asimetrik karbon atomunun olması və kalium OH məhlulu qarışıqlı təsirdən alınan cis trans izomerliyinin mümkünatı. Gəlin baxaq. Deməli, burada bax, deyir ki, asimetrik karbon atomu var. Kalium OH spiritdə məhlulun qarışıqlı təsirdən alınan cis trans izomerliyinin olması var. Yəni, maddə də CH5 xlordur. Fakşda CH5 xlordur maddə. Və bu maddədə asimetrik karbon atomu deyir olsun və kalium OH-la reaksiyaya girəndə alınan maddədə cis trans izomerliyi olsun. Tamam, gözəl. Deməli 1, 2, 3, 4, 5. İndi mən ortaya xloru qoysam, əlbəttə ki, burada deməli asimetrik karbon atomu olmayacaq, bu məlumdur. Mən onu necə qoyacağım? İkinci karbonu qoyacağım ki, asimetrik karbon atomu olsun. Və asimetrik karbon atomu artıq var. Və mən bunun üzərinə kalium OH spiritdə məhlulunu gəldiyim zamanı kalium xloru aparacaq. OH deməli, bax, qoy bir dənə bunu yazaq. CH3 sizə başa salmaq üçün CH2, CH, CH3. Hidrogeni az olan tərəfdən götürsə daha davamlı vəziyyət yaranacaq və 2 qat rabitə gəlib, bax, bu nöqtəyə düşəcək. Və buradan nə alınacaq? Buradan alınacaq CH3, CH2, deməli, CH2 qat C, CH3 və 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4 və bir dəqiqə uşaqlar 5. Yəqin başa düşdünüz mənə. Hətta aşağı yazdım. Və gördünüz, bunun adı nə olacaq? 1, 2, 3, 4, 5. Bunun adı penten 2'dir. Bunun adı penten 2'dir. Və cis trans izomerliyi var. İndi bu məndən soruşur ki, C5H11 xlorun adı nədir? C5H11 xlorun adı necə adlandırdıq? 2 xlor pentan. 2 xlor pentan da təbii ki, nə variantı olacaq? A variantı. Davam elədik. Deməli, 21-ci sualda alınır triasetil selüloza. İkincidə alınır trinitroselüloza. Triasetil selüloza, trinitroselüloza. 22-ci sual. XQ3 məşğulunun həm də natrum OH-la girir və 8-ci qrupun, bu da isə 1-ci qrupda yerləşir. Amma hər ikisi əlavə yarım qrupda yerləşir. Məsələn, dəmiri deyə bilərik. Y koysa aşqılığına girir, natrum OH-la girmir, misi nəzərə saxlaya bilərik. X metal, Y metalın daha aktivdir. Birinci fikir doğrudur. Ümumiyyətlə, hər ikisi D elementidir. Ondan zaten əlavə yarım qrup verilib. Y metal nətər qarşılıqlı təsirdə olur ki, bura minus qoyub, deməli fikir səhvdir. 1-2 deyərdim doğrudur, C variantı. Hidrogenə görə surət 0,9-dursa, uşaqlar, bir dəqiqə. Hidrogenə görə surət 0,9-dursa, azota görə surət X-dir. 3-ə görə də surət 1-dir. Və doğru variantımız gələcək eləyəcək 0,3 və doğru variantımız olacaq Y variantı. Xlor üçün haqqısı doğru deyil, sərbəst şəkildə yayılmışdır.
sərbəst şəkildə necə yayıla bilər? Halogen hamısı zəhərlidir. Sərbəst şəkildə Jones elementləri yayılıbdır. Bunu biləsiniz. Həm sərbəst, həm birləşmələr şəklində. Qələvləri müəyyən edin. Fikir verin, su ayrılıbsa, deməli buradan natrium OH-dan söhbət gedib. Əgər su ayrılmayıbsa, bu sadəcə natrium oksiddir və nəhayət yenə əsas ayrılıbsa, söhbət burada yenə də natrium OH-dan gedib. Deməli X və Z bu misala aiddir və Z variantı. Z yox, bağışlayın. Uşaqlar C variantı olacaq. Artıq biz davam elədik. İndi isə gəldi 26-cı sualımız. Ən məşhur suallarımızdan biri budur. Bir dəqiqə uzağa tutaq. Ay sağ olun, yaxınlaşdıraq. Kuprum O, bu bir dəqiqə reaksiyanı yazım ki, əlimin altında hazır olsun. Deməli, kuprum 2O, kuprum 2S, alınır mis üstə gələk SO2, mis müsbət 1, mənfi 2-dən müsbət 4-ə kükürt keçir, 0-a da mis keçir. Həm mis dəyişdi, həm kuprum. Mis, uşaqlar getdik, mis müsbət 1-dən mis 0-a keçdi, bir elektronu aldı, kükürt də mənfi 2-dən keçdi, kükürt müsbət 4-dən, deməli 6 elektron verdi, mis bizim oldu, o qırmızı ilə yazım seçəsiz, oksidləşdiricimiz, bu isə bizim oldu reduks edicimiz, 1, 6, 6, 1, 6'nı yazırıq. Misin qarşısına все düzəldirik. Deməli, SO2, bir dənə də SO2-nin qavanı düzəltmərik. 2'ni buraya yazsaq, tamamilə işimiz düzəldi və salam. Başladıq. Kuprum 2 reduks edicidir. İndi bir dəqiqə baxaq. Kuprum 2 oksidləşdiricidir. Kuprum 2 isə burada reduks edicidir. Kuprum 2 reduks edicidir. Fikir yanlışdır. Reaksiya məhsullarının biri CO2'dir. Uşaqlar, reaksiya məhsullarının biri CO2 deyil. Burada bəlkə də səhv düşübdür. Reaksiya məhsullarının biri SO2'dir. Bunu düzəldərsiniz. 2 doğrudur. Reaksiya məhsullarının cəmi 6'dır. Reaksiya məhsullarının cəmi 6 misin üzərinə 1 SO2 gələndə reaksiya məhsullarının cəmi burada 7 olur. 3 səhvdir. Reaksiya məhsulu misdir. 4 doğrudur. Mis kesin əmsalı 1'dir. Bəli, mis kesin əmsalı zaten 5'də doğrudur. Oksidləşmə məhsulu SO3'dür. Heç burada SO3 yoxdur. Ümumiyyətlə oksidləşmə məhsulu SO3 ola bilməz. Deməli, doğru variantımız 2, 4 və 5'dir. 2, 4 və 5'dir. Qələvləri müəyyən edin. Bayaqki sualı təkrarlandı. Yenə 1 və X və Z'dir. Yenə C variantı. Və nəhayət situasiyaya keçid aldıq. Və situasiyanı yazıram. Körpələr. Deməli, situasiyanı diqqətlə dinləyirik. Boş vərəqimiz də var. Situasiyanı rahat eşidə bilərik. Dinləyə bilərik. Bir dəqiqə başladıq. Praktiki məşğulat zamanı müəllim üzərində 1, 2, 3 qeyd edilmiş sınaq şüşəsinə etilen glikol, etanol sirkə aldehido nümunələrini şagirdlərin birinə verərək hansı maddə, hansı sınaq şüşəsi olduğunu müəyyən etməyə tapşırır. Bunun üçün şagird xlor turşunu normal dozuna natrium OH əlavə edərək alınan X maddəsinin hər 3 sınaq şüşəsini əlavə edərək müşahidələr üsttəki cədvələ uyğun qeyd edir. Qırmızı rəngli çöküntü alınır. Dəyişiklik baş vermir, parlaq görək məhlul alınır. Ümumiyyətlə etilen glikol və aldehidləri təyin edirik misk hidroksidi ilə. Mən yazıram. Etilen glikol olan sınaq şüşəsinin nömrəsini tapın. Etilen glikol, bax yazırıq. Etilen glikol. Bax bu doz hansı doz ola bilər? Mis xlor 2 plus natrium OH. Buradan nə alınır? Natrium xlor və mis OH2. Gördünüz? Və mənim göy rəngli çöküntüm burada təbii ki nə oldu? Çöküntüm və vəsyo. İndi baxın, etilen glikolu mən təyin edirəm mis OH2 ilə. Və buradan nə alınır? Bir dəqiqə. Buradan nə alınır? CH2,
O və mis. Bax, mis 2 etilen glikolat. Parlaq göyrəkli məhluldur. Deməli 3 etilen glikoldur. Ümumiyyətlə 2 etanoldur. Çünki bir atom spirtlər təyin olunur. Bir də ki sirkə aldehididir. Sirkə aldehidi çünki mis hidroksidən reaksiyaya girdiyi anda deməli mis 2O, qırmızı oksid, su və sirkə turşusu alınır. Yəqin ki, mənim nə demək istədiyimi anladınız. Ay sağ olun, indi silək. Və bizə deyir ki, etilen glikol olan sınaq şüşəsinin nömrəsini və X maddəsinin formulunu yazın. X maddəsinin formulu nə oldur? Baxırıq. Mis OH2 və salam. Və mis 3-cü nömrə etilen glikol olduğunu göstərdi. Bir nömrəli sınaq şüşəsində baş verən reaksiyanın təhlilini yazın. Bayaq qeyd elədik. Sirkə aldehidinin sirkə turşusuna çevrilməsi reaksiyasıdır. Bunu da qeyd elədik. Tərkibində 4 mol natrium OH olan məhlul artıq miqdarda xlorid dozu ilə reaksiyada neçə mol X maddəsi alınır? Natrium OH-ın üzərinə mis xlorid gəlirik. Alınır natrium xlor, mis OH2. Baxın uşaqlar, çöküntü alındı. Bura 1-2, bura 1-2 yazıram. Və 4 mol natrium OH olan 2 moldan 1 mol çöküntü alındı. Natrium OH görürsünüz 2 moldu burada. Bəs 4 moldan nə qədər alınır? Əlbəttə 4 moldan da 2 mol çöküntünün alınığını müşahidə edərik. Bu qədər uşaqlar. Allah qoysa papka altını çəkib atacağım inşallah. Sağ olun, salamat qalın.